Hər vaxtınız xeyir olsun. Yenə sizlər üçün mişarlama qutusu haqqında tərtib etdiyim yeni sualın izahını təqdim edəcəm. Bu testi ödənişsiz qrupa təkrar yönləndirdiyim halda çox sayda müəllimlər arasında fikir ayrılığı yaratmışdı. Sizlər üçün izahını təqdim edim. İnşallah hər biriniz üçün anlaşılan olacaqdır. Testin şərtinə diqqət edək. Diqqət edəcəyimiz başlıca məqam testin şərtində doğru fikri yoxsa yanlış fikri soruşur. Bizim testin şərtində tərtibat haqqında doğru fikri tapın. Deməli, biz şəkildə əks olunanlar, təsvir olunanlar haqqında variantlarda doğru fikirləri axtarmalıyıq. A variantını təhlil edəcəm. Müxtəlif bucaqlar altında metal pəstahların eninə dəqiq mişarlanması üçündür. Müəllimlər, biz mişarlama qutusunda oduncaq pəstahların müxtəlif bucaqlar altında mişarlanmasını öyrənmişdik. A variantı metal sözünə görə yanlış variant olacaqdır. Amma testin şərtində bizdən doğru fikri soruşur. Ona görə A variantı bizim doğru variant olmayacaqdır. B variantı müxtəlif bucaqlar altında oduncaq pəstahın uzununa dəqiq mişarlanması üçündür. B variantı uzunluğa sözünə görə yanlış variant olacaqdır. Biz mişarlama qutusunda mişarlama əməliyyatı zamanı öyrənmişdik ki, bəli, oduncaq pəstah həmin bu taxta, müəllimlər, deməli, baxın, oduncaq pəstah mişarlama qutusunda liflərinin eninə dəqiq istiqamətində kəsiləcək. Diqqət eləsəz, müəllimlər, bəli, həmin bu pəstah, taxta tirciklər arasında uzunluğa yerləşdirilib. Baxın, bu tirciklərdir. 1, bu da 2, üstə təməldir. Bir dənə aydın qeyd edeyim. Öyrənmişdik ki, mişarlama qutusunun quruluşunda 3 hissə var. Baxın, 1, 2, bu da 3. 1 və 2 ilə qeyd etdiyim tirciklər, 3 ilə qeyd etdiyim təməldir. Mişarlama qutusunun quruluşunda 3 hissə vardır. 2 tircik, 1 təməl. 1 və 2 ilə qeyd etdiyim mişarlama qutusunun tircikləri 3də təməl olan hissəsidir. Bəli, bu əməliyyatda şəkildə görürük ki, mişarlama qutusunda həmin bu taxta, oduncaq pəstah tirciklər arasında uzunluğa istiqamətində yerləşdirilib. Amma öyrənmişik ki, həm də şəkildən aydın görünür ki, mişarlama əməliyyatından aydın görünür ki, mişarlama qutusunda oduncaq pəstah liflərinin eninə istiqamətində dəqiq kəsilib. Diqqət edin, müəllimlər, taxtanın eni budur, elə deyilmi? Və mişarlama ilə liflərinin eninə istiqamətində yerinə yetiriləcəkdir. Bəli, mişarlama qutusunda oduncaq pəstahlar liflərinin eninə dəqiq istiqamətində mişarlanır. Deməli, burada uzunluğa sözünə görə bizim B variantımız da səhv olacaqdır. Belə, C variantı mişarlama qutusunda pəstahı sağ əlin baş barmağı ilə tirciyin yan tərəfinə elə sıxırlar ki, pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Müəllimlər, mişarlama qutusunda deyir pəstahı sağ əlin. Bu sağ sözünə görə C variantı yanlış olacaqdır. Öyrənmişik ki, mişarlama qutusunda pəstahı sol əlin baş barmağı ilə tirciyin yan tərəfinə elə sıxırlar ki, pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Daha sonra növbəti variant D variantını təhlil edəcəm. Deyir ki, bir tircik və bir təməldən ibarətdir. Bayaq qeyd etdim. Xeyr, müəllimlər, mişarlama qutusunun quruluşunda 3 hissə var. 2 tirciyi və bir təməl hissəsi var. Daha sonra, deməli, bir tircik sözünə görə D variantı yanlış olacaqdır. Testin şərtində bizdən doğru fikir istəyir. Elə deyilmi? Y variantında deyir hamısı səhvdir. F variantında deyir yalnız D. Gəlin görək yalnız D. Yalnız D deyəndə, axı D variantında deyir bir tircik və bir təməldən ibarətdir. Axı D variantı da yanlış variantdır. Yalnız D yanlış variant olacaqdır. Çünki yalnız D ola bilməz. D variantı özü səhv variantdır. Çünki bizdən testin şərtində doğru fikir istəyir. Doğru fikir
mişarlama qutusunun quruluşunda 2 tircik və 1 təməl vardır. Aha, indi Y variantını təhlil edəcəm. Diqqət eləyək. Y variantı deyir, hamısı səhvdir. Bəli, müəllimlər, Y variantı bizim doğru cavabımız olacaqdır. Hamısı səhvdir. Bəli, testin şərtində bizdən doğru fikir istəyirdi və şəkildə təsvir olunanlar haqqında variantlarda doğru fikir yox idi. A variantında metal sözünə görə A variantı səhv oldur. Metal yox, oduncaq pəstahın olmalıdır. B variantı uzunla sözünə görə səhv oldu. Uzunla yox, eninə dəqiq mişarlanma olmalı idi. C variantında sağ sözünə görə C variantı səhv olmalı idi. Sağ yox, sol əlin baş barmağı olmalı idi. D variantı bir tircik və bir təməldən. Bir sözünə görə D variantı səhv oldu. Bir yox, 2 tircik və bir təməldən ibarətdir. F variantı yalnız D yazıb, zaten D variantı özü də səhv fikir idi. D variantı da səhvdir. Deməli, Y variantı hamısı səhvdir. Doğru variantımız Y variantı olacaqdır. Belə müəllimlər, ödənişsiz qrupa yenə deyirəm, bu testi yönləndirmişdim. Çox sayda müəllimlər arasında fikir ayrılığı yaranmışdır. Ona görə izahını verdim. Xahiş edirəm, hər kəs izahı diqqətlə dinləsin. Çünki artıq bu neçənci testdir ki, sizlər üçün tərtib edirəm. Mişarlama qutusu haqqında, hətta YouTube-da yerləşdirdiyim izahlar da vardır ki, bu 2024-ün MİQ imtahanına düşmüş, müəllimlərin işə qəbulu test mərhələsində düşmüş test sualıdır. Mən də müxtəlif variantlarda, müxtəlif formatlarda sizlər üçün təqdim edirəm ki, daha anlaşılan olsun, amma hər dəfə baxıram ki, sanki çətinlik çəkdiyiniz məqamlar vardır. Belə müəllimlər, uğurlar hər birinizə.